Mən Yusifli Qüdrət, Kürdəmir rayon Yenkən kəndindən anadan olmuşam. Orta təhsilimi yerdə olduğum kənddə başa vurmuşam. Hazırda isə Bakırkod Universitetində Şərqşünas Fakültəsinin Ərəb filoloqiyası ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Eyni zamanda universitetimizdə fəaliyyət göstərən Şərq Ülkələri Ədəbi Məclisinin də üzvüyəm. Adın sevinç, dadın kədər. Atıb getdin, dedim qədər. Çox sevmişdim, oldu hədər. Bir gün gələn, bir gün gedər. İlk baxışda yandım ona, bir gülüşlə qandım ona. Necə də bağlandım ona, bir gün gələn, bir gün gedər. Yollarında qaldı gözüm, misralarda yandı sözüm. Sənsizliyə necə dözüm, bir gün gələn, bir gün gedər. Əlvan yazım yaman soldu, sakit qışım boran oldu. Sən gəlmədin, zaman doldu. Bir gün gələn, bir gün gedər. Bir gün gələn, bir gün gedər. Ömrümün dalğalı, dəli çağında ruhum liman oldu, sığındım sənə. Bu lövbar meyvəsiz sevgi bağında çiçəklər açdırıb bar verdin mənə. Hardadır o günlər, dəyişdi mövsüm, yamyaşıl yarpaqlar saralıb soldu. Bir sevgi baharı, sevgi ayında yenə payız gəldi, ayrılıq oldu. Söylə hansı şeir, hansı misrada səni harda tapım, daha bilmirəm. Elə bil 1000 ildir qaçırsan məndən, nə idim yoluna çıxa bilmirəm.